Biz dəfələrlə Muğam televiziya müsabiqəsinin seçim turları və ümumiyyətlə hansı vəziyyətdə olduğu halı haqqında bir neçə günlər öncədən artıq başlanan seçim turları haqqında dəfələrlə məlumat veririk bu haqda. Hansı bölgələrdən neçə nəfərin seçilməsi haqqında o statistik rəqəmləri təqdim edirik. Artıq istərdik ki, bu dəfə canlı şəkildə elə beynəlxalq Muğam mərkəzinə qoşulaq. Əməkdaşımız çünki oradadır. Bəli, Fidan. Necə düşünürsən? Çünki məşqlər başlayıb. Məşqlər başlayıb, hazırlıqlar görülür, böyük həyəcan var, coşqu var, sevinç hissi var. Ən son məlumatları da elə Fidan bizə həm söhbəti ilə bərabər çatdıracaq. Sabahın xeyir olsun Fidan. Sabahınız xeyirli, gününüz uğurlu, əhvalınız hər zaman xoş olsun. Bəli, artıq 2 gündür Muğam müsabiqəsinin seçim turları başa çatır və 30 nəfər müsabiqədə iştirak etmək hüququ əldə edib. Elə o gündən başlayaraqsa hər gün Muğam mərkəzində məşqlər keçirilir. Elə siz də hazırda məşqi görürsünüz bizimlə birgə. Mən istəyirəm yaxınlaşım musiqi rəhbərimizə, əməkdar incəsənət xadimi Çingiz Abbasovla həm söhbət olaq. Sabahınız xeyirli olsun Çingiz müəllim. Məşq necə ki davam edir? Xoş gəlmişsiniz. Məşq yaxşı keçir. Demək, 9-cu Muğam televiziya müsabiqəsinin seçim turları başa çatır. 20 nəfər böyüklər, 10 nəfər uşaqlar seçilib. 30 nəfər. Biz hər gün saat 10-dan məşqimizi edirik. Çünki birinci həftə xalq mahnıları həftəsidir. 30 nəfərə bir-birində, yəni eyni proqram olmamaq şərti ilə ayrı-ayrı xalq mahnıları, bu təbii ki, bu biraz vaxt aparır, sonrasına məsuliyyət aparır, gərgin iş aparır. Ona görə 30 nəfərə xalq mahnılarını, proqramını məşqin edib. Sonra biz onları, böyükləri 2 qrupa bölürük. Eyni zamanda uşaqları da 2 qrupa bölürük. Biz bunlara baxmalıyıq, qulaq asmalıyıq ki, dəqiqləşdirək ki, hər tərəfdə balans eyni olsun. Yəni, həm bu qrupda, o qrupda yaxşı da, zəif də eyni olsun. Ona görə gərgin məşqlər gedir və bizim ansamblın üzvələri, kanun ifaçısı Aysu Sadıqova, sonra Siyavuş Kərimov, Adil Müslümov, Hüseyin dedim və İdris Hüseynov ud ifaçısı. Mircəlal da ki, məşq edir, demək, xalq mahnısını edir, Qubanına qalması. Və hesab edirəm ki, bizim zəhmətimiz, əziyyətimiz hədər getməyəcək. İmkandan istifadə edib, çünki hələ ki başlamamışıq, vaxt var. Başlayandan sonra 2 dəfə məşq olur. Biz çalışacağıq ki, birinci həftə xalq mahnılarıdır, ikinci həftə təsliflərdir, üçüncü həftə zər muğamlardır. Yəni, istifadə edək, vaxtın orada az olacaq. Onların da proqramı tutaq. Ona görə biz belə obrazı desək, gecə gündüz bu işlə məşğuluq. Siz də çox sağ olun ki, gəldiniz bizim məşq prosesini çəkirsiniz, işlandırırsınız. Təşəkkür edirik Çingiz müəllim, sizə uğurlar arzu edirik. İndi isə yaxınlaşaq azyaşlı xanəndəmizə. Özünüzü təqdim et. Məmmədov Mircəlal, Mircəfəroğlu. Mircəlal, hardan qatılırsan müsabiqəyə? Bakı şəhərindən. Artıq neçə müddətdə hazırlaşırsan? 3 aydır. 3 ayda hazırlaşıram, ciddi şəkildə hazırlaşıram. Amma məşqlərimiz 2 gündür davam edir. Bu artıq 2-ci gündür. Hər kəsə uğurlar arzu edirəm. Gözləntin bəs özündən nədir? Özümdən yaxşı gözlənti gözləyirəm, amma inşallah da baxacaq. Biz sənə uğurlar diləyirik. Məşqinizi bölməyək, siz davam edin. Bəli, bizim də sizə çatdıracağımız məlumatlar elə bunlardan ibarət idi. Biz məşqi bölməyək və davam edək. Hələlik bugünlük bu qədər. Yeni səhərlərdə görüşənədək.